qorxusu da. Axı niyə elə deyirsən anacığım? Məyər təkcə evdir? Poliklinikada nə qədər işin var? Həkiməm axı. Həkiməm, matat, kesən. Görürəm, var dövlətin başından aşıb. Həkimlər var ki, bir dana diş çəkir, 10 manat alır qoya bilmə. Köpük üstə qoyur. Xəlxəlçə yesi, daş yesi, öydəki əqdər verir. Amma sən, tanış bilişin, qonum qonşunun dişini qurdalamaqdan başqa əlindən heç nə gəlmir. Özündəki uqquluğu. Mənə bax, yaxşı yadıma düşdü. Ağaz, o nədir qonşu etmişsən ki, həkimin gerək əlləri tərtəmiz olsun, hə? Mən başqa mənada demişəm o sözü. Deməli mən anlamıram, deməli mən qanmıram, mənim başım boşdur. Bəs onda niyə dayanmırsan? Gətirim onu, Axı mən sizə neynəmişəm? Ağız daimından artıq neynəcəsən, ağzımı açmağa imkan vermirsən. Birin deyirəm, beşin deyirəm, beşin deyirəm, 15-in yaxtısı. Nə istəyirsən məndən, hə? Yox, bəs mən. Daha mənim sizə sözüm yox. Ağız daimından artıq nə sözüm olacaq, hə? Deməli, bir neçə gün öncə qeyd etmişdim, anons etmişdim. Gəlin qaynana münasibətləri barədə danışırıq, amma öncəliklə deyim, digər paylaşımlarımda olduğu kimi, yəni bəzi izləyicilərimiz var ki, məsələyə qarışdırırlar, qarşılaşdırma edirlər, amma olmaz. Belə ki, mən hər zaman qeyd eləmişəm ki, hər bir məsələ ayrıca özünə görə mövzudur və özünə görə bir izahı var. Mən bugün bu mövzudan danışıramsa, bu problemdən danışıramsa, o problemin həllindən danışıramsa, digər bir məsələ başqa bir mövzu və başqa bir zamanda da onun izahı olunacaqdır. Elə isə keçirəm mövzumuza. Deməli, əziz izləyicilərimiz, mövzumuz qaynana gəlin münasibətləridir və burada mənim toxunacağım bugünkü məsələ, yəni qaynana gəlin münasibətləri geniş bir məsələdir. Burada istənilən, mənim bugün burada toxunduğum sırf qaynana, hansı ki aktual problemlərdən, məsələlərdən, ailələrdə biri olan yeni qaynana olmuş və yaxud da artıq bəlli bir zaman keçib, yəni qısqanc qaynanalar, belə deyim, qısa olaraq qısqanc qaynanalardan danışacağıq. Qısqanc və bunun altında yatan səbəblərdən danışacağam. Bəli. Çünki belə deyim, biz hər zaman qeyd eləmişəm və biz bilməliyik ki, istənilən zərərli düşüncənin bir zərərli davranışı mütləq olur. Həmin qaynanalarda olduğu kimi və zərərli düşüncə də bunu kobudluq kimi qəbul etməyək. Necə ki, ürək xəstə olur, böyrək xəstə olur, düşüncə də xəstələnir. Ruh da xəstələnə bilir, yəni düşüncə. Xəstə düşüncəli qaynanalar da zərərli davranışlar sərgiləyirlər. Çünki zərərli düşüncələri var, düşüncələri xəstələnib, müalicə lazımdır. Yönləndirmə lazımdır. Baxın, bugünkü gün buna toxunacağıq. Bunun altında qeyd elədik ki, yatan səbəblər var. Yəni kökənində araşdırsaq, ortaya mümkün səbəblər çıxacaq. Bu səbəblərdən birincisi nədir? Bu səbəblərdən birincisi şəxsi nəzarətin itirilməsi qorxusudur. Bəli, belə ki, oğula subay vaxtından öz mülküymüş kimi, yəni anadan əlavə öz şəxsi mülküymüş kimi bunu belə qəbul edib düşüncəsinə bu formada kodlaşdıran qaynana artıq ailəyə yeni bir gəlin, belə deyim də, oğlunun həyatına, daha doğrusu başqa bir qadın daxil olanda bu gəlin namizədə başlayır normal olaraq qıcıqlar. Bunu belə izah edeyim. Təsəvvür edin ki, bu insan hər zaman kontrolu öz əlində saxlayıb oğula qarşı. Yəni belə düşünüb. Əslində normalda ana qəbul etməlidir ki, bunun oğlunun evlənməsi, bir qadını həyatına alması bunun həyatını müəyyən qədər təbii ki dəyişəcək. Məsələn, oğlun həyatında qadın olmayan bir kişi yeməyini anadan tələb eləyir. Ehtiyac duyduğu kimdir? Anadır. Yəni asılı edən şəxs anadır, asılı oğuldur. Anadan asılıdır. Normal olaraq belədir. Yəni yeməyini anaya ehtiyac görür, köynəyinin ütüsün anaya ehtiyac duyur. Artıq normal olaraq adam evlənib və normal olaraq bu ehtiyaclarını artıq xanımından tələb eləyir və diqqəti daha çox ona yönəlikdir. Bu sağlam düşüncəli qadını tətikləmir. Bunu normal, bu dəyişimi normal qəbul eləyir. Amma düşüncəsində problem olan qaynana, ana, qadın artıq burada qıcıqlanır. Bu qıcıqlandırıcı düşüncələr artıq çevrilir təqib və təzyiqlərə. Bir müddət sonra çevrilir zərərli davranışlara. İkinci bir səbəb. Şəxsi travmalar, yaşanmışlıqları. Adətən belə götürək,
Qadın istənilən yaşda ehtiyaclara sahibdir, duyğulara sahibdir və o da anadan əlavə, qaynanadan əlavə, yəni bu statuslardan əlavə bir qadındır. Fərqi yoxdur hansı yaşdadır. Və artıq belə deyim, ola bilsin ki, o qadın özü öz qaynanasından, vaxtilə baldızlarından və ya da digər ailə üzvlərindən, elə ən yaxın insanı, həyat yoldaşından diqqət və qayğı görməyib, hörmət və ehtiram görməyib, əzilib, daimi təqiblərə və təzyiqlərə məruz qalıb və belə bir zədələnmiş psixologiya artıq yeni gəlin ailəyə daxil olanda, oğlundan ola bilsin ki, ona qarşı aşırı diqqət görəndə, öz həyat yoldaşına, yəni qaynatadan ola bilsin gəlinə qarşı diqqət və qayğı görəndə, bu səbəbdən də qıcıqlana bilər. Belə deyim, yəni öz yaşatdığını yaşatmaq kimi, yaşadığını daha doğrusu yaşatmaq kimi belə bir zərərli düşüncəyə və davranışlara meyl eləyə bilər. Bu bizim ikinci səbəbimiz. Üçüncü bir səbəb. Ola bilər ki, hansı ki bilirəm bu barədə ağlınıza gələcək, yazacaqsınız da ki, bəs o qədər qaynanaya zülm edən gəlinlər var, gəlinlik etməyi bacarmayan gəlinlər var, onda yazıq qaynana nə eləsin? Bu ayrı bir mövzudur. Bir dəfə də o gəlinlər barədə, yəni o gəlinlərin belə zərərli, narahat edici düşüncə və davranışları barədə başqa bir mövzudur. Amma indi qısa ondan bir haşiyə bu məsələyə daxil eləyirik ki, belə ki, ola bilər ki, qaynanada hər şey qaydasındadır. Ancaq bayaq qeyd elədiyimiz məsələlərlə bağlı, ancaq qaynana oğlundan həqiqətən laqeydlik və gəlinin özündə, düşüncəsində problem olsun və qaynanada da buna yönəlik normal olaraq küslülük, yəni qərəz deyil, bir aqressiya deyil. Biri var da ki, qaynanada bir küslülük olsun və küslülüyə yönəlik gəlinlər arasında bir sərhəd, bir məsafə saxlasın və ondan belə deyim də emosional cəhətdən uzaqlıq hər zaman hiss eləsin. Bu da davranışlarda soyuqluğa və müəyyən qədər bəzən qırıqlıqlara gətirib çıxara bilər. Bu məlum, daha doğrusu mümkün səbəblərimizdən üçüncüsü idi. Dördüncü bir səbəb nədir? Dördüncü səbəbimiz ailədə ümumiyyətlə gəlinə qədər ki, az deyil belə ailələr, qadın öz həyat yoldaşı üzərində də, yəni iki oğlu var, iki oğul üzərində də, öz ərinin, yoldaşının üzərində də daima hökmran qüvvə olub. Ailəni belə deyim də, idarəçi qüvvə qadın olub. O, necə ki deyirlər, iki qoçun başı bir qazanda qaynamaz. İndi gəlib də elə qaynananın evinə, özünə dəyər verən, öz sərhədlərini tanıyan və qoruyan, öz sərhədlərinə qarşı həssas yanaşan bir gəlin namizəd çıxanda artıq siz düşünün, burada necə olar? Çünki artıq şah yanında ikinci bir şah, ikinci bir hökmran kral istəmir və artıq ailədə ona qarşı yönələn diqqət, artıq ailədə o gəlinin də özünün belə deyim, ailəyə müdaxiləsi, müəyyən qədər vəziyyətə müdaxiləsi artıq onda qıcıq yaradır və bu da zərərli davranışlara, təqib və təzyiqlərə, ailə daxili münaqişələrə gətirib çıxarır. Bu bizim dördüncü səbəbimiz. Beşinci səbəb. O qadının, yəni qaynananın özündə empatiya çatışmazlığı. Empati çatışmazlığı. Çünki normalda elə təsəvvür edin, yəni bunu belə izah edeyim. Təsəvvür edin deyəndə, yəni reallıq budur. Qadın, qız 18 yaşında, 19 yaşında, 20 ildən sonra, yəni uyğunlaşdığı ailədən gəlir, başqa bir mühitə, başqa bir atmosferə daxil olur. Və burada müəyyən qədər yol yöndən, belə deyək, bilməməsi, müəyyən qədər boşluqlarının olması, təcrübəsizliyinin olması normaldır. Empati çatışmazlığı və bunun normal olduğunu qəbul etməyən, yəni bir qədər belə deyim, məntiq cəhətdən zəif olan qadınlarda, yəni empatiya çatışmazlığı olan, duyğusal çatışmazlığı, boşluqları olan qadınlarda, yəni bir qadın kimi onu anlamaqdan, başa düşməkdən, onun müəyyən səhvlərini, yanlışlarını ehmalca qaydasına qoymaqdansa bunu daha sərt bir şəkildə büruzə verirlər və bu da qarşı durmalara, normal olaraq incikliklərə gətirib çıxarır. Bu bizim olduğu 5-ci səbəbimiz. Və əziz izləyicilər, sonuncu yekun səbəbə gəlib çıxıram. Bu da stereotiplərdir.
qaynananın psixoloji cəhətdən, düşüncə cəhətdən, şuuraltı cəhətdən hər şey okeydir, hər şey qaydasındadır. Ancaq belə görüb. O qaynana filmində necə ki deyir, gəlin mənim süpürgəmdir, harda qoysam orada qalacaq. Gəlin mənim süpürgəmdir. Harda qoydum, orada tutulmalıdır. Yəni belə görüb. Və bunu həyatında da özü də tətbiq eləyir, irəli sürür. Bu düşüncəyə yönəlik davranışları ki, elə belə olmalıdır. Bu da yenə də gətirib nə edəcək? Ailə daxili münaqişələrə gətirib çıxaracaq. Bəs yaxşı, bunun çarəsi nədir? Bir psixoloq, bir ailə danışmanı olaraq, yəni burada yekun, ortaq qərar deyim, çıxış yolu ondan ibarətdir ki, həmin qaynanalar özünə sual versin. Mən hər zaman deyirəm bunu ki, özünə sual ver. Çünki bütün cavablar insanın öz daxilində yatır. Sadəcə bunu qəbul edib, qəbul etməmək məsələsi var. Mənim savaşdığım nədir? Mənim düzəltməyə çalışdığım, məni narahat edən, daha doğrusu, məni qorxudan şey nədir? Gəlinmi? Yoxsa bu mənim özümlə savaşımdırmı? Mən gəlinlə savaşıram, yoxsa öz daxili qorxularımla, öz daxili narahatlıqlarımla savaşıram? Burada artıq buna cavab tapandan sonra məsələ həllini tapmış olur. Və burada da mən bir ailə danışmanı olaraq hər zaman bu məsələ ilə bağlı mənə müraciət olunsa, yəni fikrim öyrənilsə, mən onu deyərəm ki, mütləq qaydada belə insanlar dəstək almalıdırlar. Çünki bugünkü gün məlum məsələdir ki, boşanmaların sayı nə qədər artıb, boşanmaların sayında nə qədər artımlar var və bunu da ciddi surətdə araşdıranda gəlib ortaya çıxan səbəblər, müraciətlərdən də bəlli olur ki, araşdırmalardan bəlli olur ki, ən çox gəlin qaynana arasında yaşanan problemlərdir. Çünki belə deyim, qısaca olaraq, yekun olaraq bunu belə izah edeyim. Baxın, uşaq 1-ci sinifə gedir. İstər-istəməz və yaxud da ki, tələbə gedir bir qrupa daxil olur, yenicə. Yeni tələbə adın qazanmış bir şəxs, bir insan. Orada o gedir, təsəvvür edin, ilk dəfə gördüyü müəllim ona təqib və təzyiqlə yad duyğular bəsləsə, sinifdə o istər-istəməz o el sözü var, deyirlər burunlanması, elə bir şəkildə dışlansa, necə olacaq? İstər-istəməz, yəni insani hissdir, reaksiyadır ki, səndə də bir şəxsi qərəz və aqressiya formalaşacaq. Çünki beyni avtomatik, mən istəmirəm burada, mən sevilməyən bir fərdəm, mən sevilməyən bir belə deyim, hissəyəm burada. Sən necə məhəbbət duya bilərsən? İstər-istəməz səndə də bir daxili rəqabət, bir daxili qarşıdurma baş qaldıracaq. Ailədə belə gəlinin daxilində qarşıdurma baş qaldıranda nə olacaq? Bunu hamımıza məlumdur. Artıq burada onun öz həyat yoldaşı ilə də. Çünki ailədə elə təsəvvür eləyin ki, bir səbət meyvədir, biri çürüdüsə, ailə məsələləri belə bir şeydir. Ailə məsələləri elə bir şeydir ki, ailədə adi birində bir psixoloji narahatlıq olursa, digər üzvlərə də yansıyır. Birində bir narahatlıq olursa, şəxsi həyatında və yaxud da nəsə bütün ailəyə təsir edirmi? Hamımızda belədir, düzdürmü? Yəni ailədə qarşıdurma, bir gəlin ki, bir ailədə özünü narahat hiss eləyir, daimi təqiblərə, təzyiqlərə məruz qalır. O öz həyat yoldaşı ilə normal münasibət qurub, normal münasibət sürdürə bilərmi? Təbii ki, bilməz. Daxildən mən bir yerdə huzursuzamsa, mən bir yerdə narahatamsa, mən öz həyat yoldaşımla necə mehriban ola bilərəm? Necə ona qarşı anlayışlı ola bilərəm? Mehribanlıq bir kənara, necə səbirli ola bilərəm? Axı mən bütün demək olar ki, səbrimi burada sərf edirəm. Bütün demək olar ki, daxili enerjimi artıq bu qədər stres, bu qədər həyəcan, bu qədər münaqişə, mübahisə artıq mən burada itirirəm. Və burada da başlayır həyat yoldaşı ilə arasında münaqişələr. Bu da gətirir, çıxarır. Artıq bu son zamanlarda da daha çox bu yerə gətirib çıxarır boşanmaya. Boşanma da olmursa, yəni o ailədə övlad böyüyür, uşaq böyüyür. Uşaqlar böyüyürsə burada uşaqlar da psixoloji olaraq zədə alır. Bunu düşünən bir ana, daha doğrusu düşünməlidir. Düşünən bir ana yox, düşünməlidir. Bunu düşünməlidir ki, mənim qazandığım nə olacaq burada? Birinci o sualı verməlidir və bunu səmimi şəkildə özünə etiraf etməlidir ki, əslində bu onun öz daxili problemidir, bu qısqanclıq, bu narahatlıq və bunun həlli üçün çalışmalıdır. Və ən əsas da mənim məsləhətim son olaraq, yaxşı olar ki, onlar ən birinci öz qadın rollarına köklənsinlər. Yəni, sırf ailədə ana kimi yükləri sırtlanan, ailədə qaynana kimi
yəni konkret özünə rollar seçən bir insan bu düşüncələrin onda kök salması, bu düşüncələrin onda bu zərərli düşüncələrin cücərməsi yüksək faiz oranındadır. Yəni daha çox risk qrupuna belə insanlar daxildir. Amma elə ən yaxşı nə gözəl olar ki, o öz birinci düşünsün ki, elə mən qadınam, öz baxımı ilə, öz həyatı ilə, öz həyat yoldaşı ilə, yəni öz şəxsi istək və maraqları ilə məşğul olsa və normal qəbul etsə ki, mən oğlumun evlənməsi, oğlun ailə qurması, onun itirilməsi demək deyil. Sadəcə onun həyatının belə deyim, başqa bir istiqamətə doğru yön almasıdır, dəyişməsidir ki, bu da müxtəlif dəyişikliklərlə ortada özünü büruzə verəcək, göstərəcək. Vəssalam, problem beləcə həll olub gedər. Əziz qaynana namizədləri, əziz qaynanalar və gəlinlər.